Salam, dəyərli YouTube izləyiciləri. 24-cü sualdan davam edirəm. Deməli, burada qeyd edir ki, divinerdə ümumi sigma rabitələrin əmələ gəlməsinə sərf olunan elektronlar ümumi elektronların neçə faizini təşkil edir? Diviner, yəni bu tadyen 1,3 maddəni açıq şəkildə yazsaq, deməli bu şəkildə olur. Ümumiyyətlə, üzvü maddələrdə sigma rabitələr necə tapılırdı? Buna aid mənim videolarım da var. Əvvəlki videolardan baxa bilərsiniz. Burada bir keçid qoyacağım sizin üçün. Deməli, ümumiyyətlə üzvü maddələrdə sigma rabitələri tapmaq istəyirsinizsə, açıq quruluşlu maddədirsə atom sayından 1 çıxırsınız, qapalı quruluşludursa atom sayı qədər sigma rabitə olur. Burada da 10 deməli atom varsa, ondan 1 çıxsaq 9 sigma rabitə var. Başqa cür necə tapa bilərsiniz? Təbii ki, karbon sigma nədir? Təkqat rabitələr. Karbon H arasındakı rabitələr hidrogen sayı qədər olduğu üçün 6, üzərinə də karbon rabitələrini gəlsəz, təkqatlarını 9 edər. Belə də hesablaya bilərsiniz. Deməli, 9 sigma rabitə varsa, hər rabitənin 2 elektron əmələ gətirdiyi üçün toplam 18 elektron sigma ayırması sərf olunub. Maddədə olan ümumi elektronlar nə qədərdir? 4 karbon var, 6-nı 4-ə vursam və üzərinə 1 vur 6 gəlsəm, 24 6 30. Yəni maddədə 30 ümumi elektron var. Bunun 18-i sigma rabitəyə sərf olunub. Faizlə tapsaq burada neçə faizini təşkil edir? 18 böl 30 vur 100. Bu da edər deməli 60% C variantı. 25-ci sualdan davam edək.